Hamıya salamlar. Videomda deməli bu videomda istəyirəm ki, şam yemək. Yəni şam yeməyinin səbəbi rez aldırdım və 50 rez gəldi. Amma anti-rezlər eləyən var idi. Amma yenə də 50 rez gəldi də. Yəni sübut edəcəm şamlı bu. Baxa bilərsiniz. Söndü, yaşamışdım. Yəni adi şamlı. Əriyir. Normal bir şamdır. Oh, gözəyisi var. Heç nə yox. Bir su və bir şam. Başlayaq. Bu işler tam var. Nasıl? Tam geldi. Tam bunlarda da necə iyi gəlirsə elə də tamı gəlir. Yəni, yanların şamı iyisi olur. Bax. Onun tam. Bu şamlı baxa bilərsiniz, yəni burası da yanır. İndi ağzımı vurdum ya. Şöyle bir. Getdik də. Yeri var şamın. Şampiyonu nisbətən şamın yeri var. Çeynimə də rahatdır. Yiyiləsi bir şeydir. Amma deyəm mənəm ki, ziyanlı olacaq ya yox. Onu sonradan istəyəcəm deyərəm sizə. Uzmaq, amma sadəcə qurudur. Bir də Amerikalı şamdan da. Kırmalı mı? Gidiyor. O kadar. Bu yaş olup diye biraz şimdi ağzını. Bu ne bu? Ne varsam işte meyveler yani. Su kurtarıcı ya. Akıl yok su geybesin ya. Bunda da yok. Özüm tutalım. Hazırım. Tamam. Tam yüzlerimleri aldım. Çok kırıntılardan onda su içim geldi. Yani şamda böyle bir şey yoktu. Normal bir şey değil. Bəziləri dedi ki, yemək içində tərkibində parafinlər var, nə bilim, nəsə bu bədən temperaturda, yəni şam əridə bilər. Yenə də yedim də, çünki tez gəlib sələməliyəm. Öpürəm, gələn görüşənə qədər.